Salam, gəlin elə birbaşa mövzuya keçək. Bugün biz onlayn dünyadakı bəzi çox ciddi, lakin bir o qədər də görünməz təhlükələrdən danışacağıq. Rəqəmsal dünyada zərər heç də həmişə qəfildən, aydın görünən bir təhlükə ilə başlamır. Bu, əksər hallarda bizim gözümüzdən qaçan və ancaq çox gec olduqda fərqinə vardığımız bir davranış modelidir. Bu incələmədə Vortex X tərəfindən hazırlanmış və mənbə sənədlərində zərərdən əvvəlki 5 dəqiqə olaraq adlandırılan xüsusi bir ssenarini müzakirə edəcəyik. Birlikdə onlayn risklərin əslində necə inkişaf etdiyini və yeni texnologiyanın bunun qarşısını necə ala biləcəyini kəşf edəcəyik. Bilirsiniz, sənədlərdə diqqətimi çəkən çox dərin və vacib bir cümlə var. Onlayn mühitdə ən təhlükəli anlar heç də həmişə təhlükəli görünmür. Təsəvvür edin ki, bir uşaq onlayn oyun oynayır və ya sosial şəbəkədə kiminləsə yazışır. İlk baxışdan hər şey tamamilə normaldır. Yəni, kənardan baxan biri üçün bu sadəcə gündəlik, sıradan bir fəaliyyətdir. Lakin bu cür adi və zərərsiz görünən anlar əslində görünməz və getdikcə böyüyən təhlükələri gizlədə bilər. Cinayət kimi görünməyən kiçik bir mesaj əslində böyük bir təhlükənin tam başlanğıcı ola bilər. Məhz bu məqam bizi bugünkü ən mərkəzi sualımıza gətirib çıxarır. Bəs hələ ortada heç bir sübut yoxkən zərərin qarşısını necə ala bilərik? Ənənəvi sistemlər ortada baş vermiş, bitmiş bir hadisənin sübutunu axtarır. Amma təhlükə faktı baş verməmişdən, qeyri-qanuni material hələ yaranmamışdan əvvəl müdaxilə etmək doğrudanmı mümkündür? Bugün məhz bu sualın cavabını, bu paradigma dəyişikliyini tapmağa çalışacağıq. Yaxşı, planımız belədir. Əvvəlcə görünməz real vaxt boşluğundan, sonra təhlükənin böyümə anatomiyasından danışacağıq, ardınca bu pəncərəni necə bağlaya biləcəyimizi, limitləri, insan nəzarətini və əlbəttə ki, məxfilik və sərhədlər məsələsini nəzərdən keçirəcəyik. Başlayaq. Birinci hissə, görünməz real vaxt boşluğu. Mövcud sistemlər niyə işə yaramır? Çünki onlar köhnə üsulla, yəni tamamilə pasiv işləyir. Kimsə şikayət etməlidir ki, nəsə tədbir görülsün və ya artıq məlum olan qeyri-qanuni məzmun peyda olmalıdır. Yəni o, bir növ gözləmə rejimidir. Amma davranış riski bambaşqa bir şeydir. Zərər verən şəxslər məhz bu real vaxt gecikməsi adlanan boşluqdan, o görünməz vaxtdan istifadə edirlər. Köhnə sistemlər qanunsuz sözlər axtararkən, əsl təhlükə, o manipulyasiya prosesi elə bu zaman çərçivəsində baş verir. Vəziyyətin əslində nə qədər kritik olduğunu bilmək istəyirsiniz? İtkin düşmüş və istismar edilmiş uşaqlar üzrə Milli Mərkəzin, yəni NCMEC-nin 2025-ci il statistikasına baxaq, yalnız bir il ərzində onlayn cəlb etmə və aldatma ilə bağlı düz 1.400.000 hesabat qeydə alınıb. Baxın, bu əvvəlki illə müqayisədə inanılmaz bir rəqəmdir. 156% artım deməkdir. Yəni, köhnə metodlar artıq sadəcə olaraq kifayət etmir. İkinci hissə, təhlükənin böyümə anatomiyası. Baxın, burada ən maraqlı məqam odur ki, proses saniyə-bə-saniyə necə inkişaf edir. Bu bir davranış xronologiyasıdır. Hər şey saniyələr içində adi bir əlaqə ilə, məsələn, oyunda gələn sadə bir sualla başlayır. Sonra dəqiqələr ərzində uşağın inamı qazanılır. Bir neçə saatdan sonra uşaq gizli söhbətlərə çəkilir, yəni izolyasiya başlayır. Və nəhayət, günlər sonra bu açıq bir hədələməyə, zərərə çevrilir. Uşaq onu qoruya biləcəyi insanlardan addım-addım uzaqlaşdırılır. Yəni, deməyim odur ki, risk sadəcə hər hansı bir məzmun, şəkil və ya pis bir söz deyil. Bu, zamanla dəyişən və inkişaf edən bir davranışdır. O adi görünən gecikmə vaxtı var, bax təhlükə ilə o zaman böyüyür. Sadəcə qanunsuz material axtarışında olsaq, o pik həddə çatana qədər hər şeyi göz ardı etmiş oluruq. Üçüncü hissə, pəncərənin bağlanması. Məhz burada Vortex-in yaratdığı Preventra texnologiyası dövrəyə girir. Bu, elə-belə hamının güdən bir kütləvi izləmə və ya skanlama sistemi deyil. Mənbə sənədlərində xüsusilə vurğulanır ki, Preventra yalnız tətbiq edildiyi rəqəmsal platformanın daxili perimetrində işləyən xüsusi təyinatlı bir uşaq təhlükəsizliyi alətidir. Bəs bu sistem əslində necə işləyir? O, real vaxt rejimində davranışı analiz edir. Yəni, təhlükənin böyümə ardıcıllığını hələ baş verərkən anında tutur. Ən əsası isə odur ki, bu texnologiyanı yaradan Vortex X şirkəti platformanın məlumatlarına kənardan heç bir giriş əldə etmir. Hər şey sadəcə platformanın öz daxilində və nəzarətində baş verir. Dördüncü hissə, limitlər və insan nəzarəti.
Yaxşı, gəlin bunun necə addım-addım işlədiyinə baxaq. 4 addımlı bir iş axını var. Birinci qarşılıqlı əlaqə sistemə daxil olur. İkinci addımda siqnal hesablanır. Üçüncü addım isə limit qapısıdır. Bu bir növ qərar nöqtəsidir və əgər o limit keçilərsə, dördüncü addımda məlumatlar şifrələnərək qorunan bir sübut kapsuluna yığılır. Hər şey çox dəqiq və sistemli işləyir. Bilirəm, bəzilərinizi məxfilik məsələsi narahat edir, haqlısınız da. Amma baxın, əgər söhbət limiti keçmirsə, yəni riskli deyilsə, o dərhal və birdəfəlik silinir. Gündəlik, zərərsiz söhbətlər heç yerdə saxlanmır. Yox əgər davranışı limiti keçirsə, yalnız o zaman məlumatlar şifrələnir və yalnız platforma operatorunun nəzarəti altında sübut kimi qorunur. Sənətdəki bu kritik cümləni mütləq diqqətinizə çatdırmalıyam. Preventra qoruma ilə bağlı insan mühakiməsini əvəz etmir. Yəni, sadə dildə desək, proqram təminatı öz-özünə kimsə haqqında hökm çıxarmır, qərar vermir. O sadəcə şübhəli siqnalları toplayır və peşəkar insan analitiklərinə göndərir. Son sözü isə həmişə insan deyir. 5-ci və sonuncu hissə: məxfilik, nəzarət və sərhədlər. Yəni, ən əsas məsələ Prevent Lantranın nə etdiyi qədər həm də nələri etməməsidir. Sərhədlər çox ciddidir. Bu, limitsiz bir skanlama deyil. Ucdan-uca şifrələməni qırmır və ya ondan yan keçmir. Avtonom olaraq qanuni qərarlar vermir və bayaq da dediyimiz kimi, Vortex-X heç vaxt məlumatlara kənar çıxış əldə etmir. Platformalar da bunu istədikləri kimi tətbiq edə bilməzlər. Bunun üçün çox ciddi, qanuni şərtlər var. Mütləq hüquqi bazı olmalıdır, məlumatların qorunması təsiri testlər aparılmalıdır və şəffaflıq prinsiplərinə əməl edilməlidir. Bütün məsuliyyət və insan nəzarəti iş axını üçün platformalar, yəni operatorlar, özləri cavabdehdirlər. Bəs sistemə kim nəzarət edir? Hesabatlılıq necə təmin olunur? Hər bir hərəkət, toplanan hər bir sübut heç zəncirli audit qeydlərinə mühürlənir. Bu o deməkdir ki, gələcəkdə müstəntiqlər gəlib, nəyin nə vaxt baş verdiyini və məlumatlara toxunulub-toxunulmadığını rahatlıqla 100%lik dəqiqliklə yoxlaya bilərlər. Bu zənciri kənardan dəyişdirmək sadəcə olaraq mümkün deyil. Sənədlərindəki son bir fikri sizinlə bölüşmək istəyirəm. Uşaqlar, xəbərdarlıq siqnallarının çox gec olana qədər görünməz qalmadığı rəqəmsal məkanlara layiqdilər. Çox təsirli deyilmi? Bütün bu qəliz texnologiyaların, alqoritmlərin tək bir mərkəzi məqsədi var. Uşaqları təhlükədən daha tez, daha vaxtında qoruya bilmək. Sonda sizə belə bir sual vermək istəyirəm. Faciənin baş verməsini və o qorxunç sübutların yaranmasını gözləməkdənsə, bu riski elə başlanğıcında dayandırmağa hazırıqmı? Bu yanaşma, bu yeni fəlsəfə həqiqətən də onlayn təhlükəsizlikdə çox şeyi dəyişə bilər. Üzərində düşünməyə dəyər. Mənbə materialını bizimlə birlikdə incələdiyiniz üçün təşəkkür edirəm. Növbəti görüşlərədək.